həm müsəlman olması, ağlı başında olması, həddi bulğa çatması, səfərdə olmaması, yəni yerli olması, oruç tutmağa qadir olması, bir də oruca mane olan şeylərdən xali olması, yəni oruca mane olan şeylərin olmaması. Müsəlman nə üçün deyirik? Çünki kafir tutsa, orucunun faydası yoxdur. Çünki xitab kimə aiddir? Möminlərə aiddir. Allah buyurur ki: "Ya eyyuhellezine amenu kutiba aleykumus-siyam." Ey iman gətirənlər, oruc sizlərə fərz olundu. Yəni Allah Azza və Cəllə kimə xitab etdi? Ey iman gətirənlər deyə xitab etdi. İkinci nə deyir? Həddi bulğa çatması lazımdır. Həddi bulğdan öncə farz deyil onlara. Üçüncüsü, ağlı başında olmaq. Əksi nədir? Dəli oruç tutmaz, tutsa da orucu sayılmaz. Dördüncüsü, muqim olması lazımdır. Əksi nədir? Müsafirdir. Müsafirin tutduğu oruc səhihdir, lakin tutmaya da bilər. Yəni ona farz deyil. O müqimsə artıq ona farzdır. Eyni zamanda qadir olması lazımdır. Qadir olması məsələn xəstə deyil, aciz deyil və yaxud yaşlı, çox qoca deyil. Qadirdir oruç tutmağa. Axırıncı şərtdə, altıncı nədir? Maniələrdən salamat olması lazımdır. Bu da kimlərə aiddir? Ya nifas olan, ya da adət xəstəliyində olan qadınlara aid ki, onlarda bir maniə var. O maniə müddətində oruç tutmurlar. Bu sifətləri, bu 6 sifət özündə cəm edən müsəlmanlara Ramazanda orucu tutmaq farzdır. Çünki Allah Teala buyurur ki: "Şəhr Ramazan ellezî unzile fihil Kur'an." Ramazan o aydır ki, o ayda Kur'an nazil olmuşdur. Huden linnas, insanlara hidayət olaraq və beyinatin minel huda vel furqan. Haqqı batildən ayırd etmək və hidayət üçün bəyan olan bir Kur'an nazil olmuşdur. Və deyir: "Fəmən şəhidə minkumuş şəhra fəlyasum." Sizdən kim ayı görərsə, aya yetişərsə, neyləsin? Oruç tutsun. Allah Azze və Cəllə əmr edir.